salam olsun. Son vaxtlar Türkiyədə baş verən hadisələr hamımızı narahat eləyir. Türkiyəni xəritədən silmək istəyirlər, parçalamaq istəyirlər. İqtisadi cəhətdən zəiflətmək istəyirlər. Suverenliyini əlindən almaq istəyirlər. Bunun qarşısını almaq üçün hər bir müsəlman, türk yaxud Türkiyəni sevən insanlar əllərindən gələni əsirgəməməlidirlər. Mənim türk lirəsinə çevirmək üçün yaxud Cumhuriyyət qızılı almaq üçün vəsaitim olmasa da Türkiyəyə dəstək nümayiş elətdirmək istəyirəm. İbrahim Peyğəmbər üçün atəş qalayan, alov qalayan kəslərə tərəf nümayiş elətdirmək üçün su daşıyan qarışqa kimi mən də tərəfimi nümayiş elətdirmək istəyirəm. Kimdən yana olduğumu nümayiş elətdirmək istəyirəm. Azərbaycanda istehsal olunan məhsulları çıxmaq şərti ilə əgər aldığım məhsul idxal hesabına əldə olunursa, seçib onların arasından türk malları almaq fikrindəyəm. Bu günə qədər də türk malına üstünlük verirdim, Türkiyədə istehsal olunan mallara üstünlük verirdim. Bu gündən sonra daha da diqqətli olasıyam. Bununla Türkiyə iqtisadiyyatına azacıq da olsa kömək etmiş olacağam. Türkiyəni sevən insanların sayı milyonlarcadır. Azərbaycanda, digər ölkələrdə həmin insanlar öz ölkələrinin iqtisadiyyatlarının zərərinə deyil, yalnız idxal hesabına ödənilən məhsullar baxımından pullarını türk malına verərlərsə, Türkiyə iqtisadiyyatına milyardlarla dollar əlavə vəsait gəlmiş olar. Türkiyə iqtisadi cəhətdən biraz da möhkəmlənmiş olar. Fikirlərimi doğma dilim olan Azərbaycan dilində çatdırıram. 80 milyona yaxın türk xalqı da bu dili başa düşür. Ümidvaram ki, xaricdə yaşayan, Türkiyəni dost hesab edən müsəlmanlar, türklər, digər xalqlar öz ölkələrində istehsal olunmayan, idxal hesabına əldə olunan məhsullara pul sərf edərkən türk mallarına üstünlük verəcəklər. Bildirmək istədiklərim bu qədər. Biz Türkiyənin yanındayıq. Allah müsəlmanları qorusun, yaxşı insanları qorusun, dost dövlətləri qorusun. Amin.